Son dövrlərdə belə bir şey müşahidə edirəm. Deməli, müsahibələr olur, podkastlar olur, videolar olur. Bu da cinsi, intim, əvvəllər ayıb sayılan, məhrəm deyə biləcəyimiz mövzular müzakirə olunur. İfrat dərəcədə bunlardan danışılmağa başlanır. Bu da onunla əsaslandırılır ki, indiyə qədər bu barədə danışılmayıb. Ona görə bu gündəyik, bu stereotipləri qırmaq lazımdır. Bunlar düzgün deyil, biz bu məsələni danışmalıyıq. Baxın, məsələnin bir neçə tərəfi var. Birincisi, bu cür məsələləri ictimai yerlərdə danışmaq, xüsusilə açıq şəkildə dilə gətirmək doğrudan da ayıbdır. Yəni əvvəlki nəsillər də bu barədə düz eləyiblər. İkincisi, bu məsələni dilə gətirdik, danışdıq, müzakirə elədik. Yəni əslində içimizdəkiləri tökdük ortaya. Nə oldu ki? Nə öyrəndik? Deyə bilərsiniz, bu cür müzakirələrə baxıb indiyə qədər nə öyrənmisiniz? Doğrudan da məqsəd nə isə öyrətməkdir. Kimlərinsə dediklərini təkrar eləməkdir, yoxsa özümüzə nə isə sübut eləməyə çalışmaqdır. Bunu bir düşünün. Üçüncüsü, indi bu ayıb məsələlər bu qədər danışıldı da. İndi əvvəl ayıb sayılırdı, nə bilim kitabın o vərəqin üstündən keçilirdi, müəllim də həya eləyirdi, məncə də düz eləyirdi. Yaxşı, indi danışılır da. Nə həll olundu ki? İndiyə qədər bu qədər videolar, müzakirələr, nə oldu ki? Kimin cinsi həyatındansa qeyri-adi bir şey baş verdi. Dördüncüsü, madam söhbət əvvəlki nəsillərdən gedir. Əvvəlkilər bu məsələni ayıb sayırdılar, danışmırdılar, amma əməlli başlı yaşayırdılar. Yəni hər ailədə ən azı 7-8 uşaq olurdu da. İndi uşağımız olanda oluruq xalq qəhrəmanı. Bu iş danışmaqla olmur demək ki. Yəni ehtiyac varsa, problem varsa, bu məsələ əlbəttə ki, dar çərçivədə danışıla bilər. Amma hər verilişi bundan açmazlar da. Vaginizm deyirlər məsələn və bunu uşaqlıqdakı tərbiyə tərzinə bağlayırlar. Qızların oğlanlardan uzaq durma təbliğatına bağlayırlar. Nə əlaqəsi var? Bizim analarımızdan, nənələrimizdən niyə bu xəstəlik yox idi? Onlar qız vaxtı heç oğlan üzü görmürdülər. Ona görə də belə şeylərə aldanmamalıyıq. Bu cür müzakirələrin reytinqləri çox ola bilər. Bu da insanların bu mövzuda bilik əldə etmək istəmələri ilə yox, nəfs daşımaları ilə bağlıdır. Cəmiyyətin əxlaqını məhrəm məsələləri ictimailəşdirməkdən daha rahat heç nə ilə pozmaq olmaz. Bu məsələlər danışıla normallaşdırılmağa başlanır. Bilərək və ya bilməyərək. Aldanmayın.